Sen alma sattığın yer vətəndaşın yoludur. Senin yolun değil. Bağlama. Bu günlərdə Sumqayıtda küçə ticarətinə qarşı reyd zamanı çəkilən görüntü sosial şəbəkələrdə sürətlə yayıldı. Xüsusən həmin o görüntüdə icra məmurunun davranışı və danışıq tərzi xeyli müzakirə olundu. Ben size bu nə qədər sizə deyəcəm. Bu çəkil piyadalar üçün nəzərdə tutulur. Vətəndaşlar üçün. Hara aparsan. Vətəndaşı piyada səksində satırsansa, bu sənin deyil. Bu sənin deyil. Orada aparma, xahiş edirəm. Belə çeyin, xahiş edirəm, özün apar. Özün belə qoy, özün apar, özün apar. Zəhmət olsa özün apar. Apar qaldı qoy, kömək edin ona. Bu video görüntüdəki bir məqam barədə sonra danışacağım. İndi isə Sumqayıtda kiçik bir müşahidə aparaq, görək ki, ümumiyyətlə bu şəhərdə küçə ticarəti var, yoxsa yoxdur? Bəli, bu bizim qısa müddətdə Sumqayıtda görüb çəkdiklərimizdir. Yəqin ki, müşahidələrimizi davam etdirirsək, bu kimi yerlər hələ qarşımıza çox çıxacaq. Məlum məsələdir ki, piyadanın yolunda 8-dən nəsə satmaq, ümumiyyətlə küçə ticarətlə məşğul olmaq, nəinki Sumqayıtda, ümumiyyətlə hər yerdə qadağandır, olmaz. Bəs vətəndaşa məxsus məhsulu götürüb müsadirə etmək və bu mal artıq sənin deyil demək, olarmı? Vətəndaşı piyada səksində satırsansa, bu sənin deyil. Bu sənin deyil. Qoyun maşına. İnzibati Xətalar Qanunvericiliyinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Lakin qeyd etmək lazımdır ki, İnzibati Xətalar Qanunvericiliyinin 26.2-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq olunur. Qeyd olunan məsələdə də həmin bu meyvələr birbaşa inzibati xətanın obyektidir və onun müsadirəsi yalnız məhkəmədə hakim tərəfindən tətbiq oluna bilər. Məsələ ilə bağlı gəldi Sumqayıt şəhər icra hakimiyyətinə, nə həmin o video görüntüdəki icra məmuru Samir Bədəlov, nə də ki digər bir qurum əməkdaşı qarşımıza çıxıb açıqlama vermək istəmədi. Yeri gəlmişkən bir məqamı da qeyd edelim ki, həmin o vətəndaşdan müsadirə edilən, götürülən məhsullar, meyvələr ona geri qaytarılıb. Meyvələr götürdülər, qoydular maşına. Sonra nə oldu ona axırı? Gətirdilər, qaytardılar. Bir səhv eləmişdi, gətirdi, gəldi, özü başa düşdü ki, səhv etdi. Ola bilər, bir ictimai qınaq oldu, cəmaat danışığına görə gətirdi qaytardı, yoxsa necə? Yəqin ki də bu səhvin başa düşməsə qaytarmazdı ki.